Salam hər kəsə. Bugün 10-cu gündür. Düzdür, inanmaq çətindir, amma yolun üçdə birini artıq yola salmışıq. Videodan göründüyü kimi səhər yeməyim rəngarəng və çox doyumlu idi. İlk olaraq tərəvəzlərimi hazırlayıb, daha sonra çörəyimin üstünə krem pendir çəkirəm. Və təbii ki, sağlam yağ mənbəyimiz olan avokadonu unutmuram. Avokadonun üzərinə azca pul biber və duz əlavə edəndə möhtəşəm bir ləzzət ortaya çıxır. Üzərinə pomidor əlavə edib küncü səpirəm. Görün necə gözəl görünür. Bəzən isə şirniyyat krizim tutanda özümü yulaf barı ilə aldatmağa çalışıram. Axşam yeməyi üçünsə soğanları doğrayıb azca zeytun yağında qovururam. Üzərinə bol göyərti əlavə edib çox ləzzətli bir kükü hazırlayıram. Yanında çörək və qatıqla nuş edirəm. Həqiqətən beləsini özümü tərifləmək kimi olmasın, restoranlarda belə yeməmişəm. Mənim 10-cu günüm belə keçdi. Bəs sizdə vəziyyət necədir? Arıqlamağa başlayan var, yoxsa hələ də bazar ertəsini gözləyirsiniz?